dinə əməl etməmək üçün müxtəlif bəhanələr irəli sürürlər. Deyirlər ki, bu dövrdə dini yaşamaq çətindir. Saqqal saxlamaq problem yaradır. İş yerində qəbul etmirlər. Mühit haramdır. Məcburuq. Uyğunlaşaq getsin. Dövr belədir. Və s. kimi bu sözlərlə özlərini aldadırlar. Halbuki bu bəhanələrin çoxu imanın zəifliyindən və ya nəfsə tabi olmaqdan qaynaqlanır. Çünki Allahın dini yalnız rahat vaxtlar üçün deyil, çətinlik zamanı da yaşamaq üçün göndərilmişdir. Belə insanlara nəsiyyətim budur ki, dindən əsla təviz verməyin. İnandığınız etiqadı yaşayın. Çünki bugün bir kiçik güzəştə razı olan insan sabah daha böyüyünə də razı olacaqdır. Şeytan insanı birdən-birə böyük günahlara salmaz. Əvvəlcə bu xırdadır deyərək, məcburiyyətdir, belə olmalıdır, hamı edir deyərək, vəsvəsə verərək addım-addım haqq yoldan uzaqlaşdırar. Təəssüf ki, kimsə işini itirmək qorxusuyla, kimsə ətrafının qınağından çəkinərək, kimsə də hamı belə yaşayır bəhanəsi ilə dindən güzəştə gedir. Amma unutmaq olmaz ki, ruzi verən iş yeri deyil, Allahdır. İzzəti verən insanlar deyil, izzəti verən Allah Teala'dır. Əgər çətindir deyirsənsə, Asiya bir qadın idi. Allah ondan razı olsun. Onu xatırlayın. O Firavun kimi bir zalimin sarayında küfrün, zülmün, azğınlığın mərkəzində yaşayırdı. Əri özünü ən uca Rəbb elan etmişdi. Buna baxmayaraq, Asiya imanından dönmədi və Allah onu cənnət əhlindən etdi. Allah Teala Quran-ı Kərimdə buyurur, Allaha iman gətirənləri Firavun zövcəsini misal çəkdi. O zaman Firavun zövcəsi belə dua etdi. Ey Rəbbim, mənim üçün öz dərgahında cənnətdə bir ev tik. Məni Firavundan və onun əməllərindən qurtar və məni zalim qövmündən xilas et. Təhrim surəsi 11-ci ayətində Allah Əzə və Cəllə o qadın haqqında danışdı. Baxın, Asiya imanını qorumaq üçün saraydan, rahatlıqdan, hətta canından keçməyə hazır oldu. Amma dinindən keçmədi. Belə bir mühitdə sabit qalan bir qadını Allah bütün möminlərə nümunə göstərdi. İndi özümüzdən soruşaq, biz çətinliyimiz Asiyanın yaşadıkları ilə müqayisə oluna bilərmi? Əsla müqayisə olunmaz. Unutmayın, bugün şeytana bir qapı açsanız, o sizə təkcə orada saxlamayacaq. Sizi tədricən başqa qapılara da, başqa güzəştlərə də, başqa sapqınlıqlara da sürükləyəcəkdir. Amma kim Allah üçün sabit qalarsa, Allah onu da tək buraxmaz. Kim Allahdan qorxarsa, Allah ona bir çıxış yolu göstərər və ona gözləmədiyi yerdən ruzi verər. Talaq surəsi 2-3-cü ayət.